Bismillahirrahmanirrahim. Allah Yunus suresinin 11. ayesinde belə buyurur. İzə məssəl insənəl zurru du'ana li cənabihi əv qaidən əv qaimən fələmmə kəşəfnə anhu zurrahu məraknə لما يدعون إلى ذر مساه كذلك زين المشرقين ما كانوا يعملون. Sadaqallahul aliyyil azim. Allah Quran-ı Kərimdə belə buyurur. İnsanlar bir çətinlik və bir ziyan yetişdiği zaman bütün hallarda, böyür üstə yatanda, oturanda, ayaq üstə dua edərək bizi çağırar. Elə ki, çətinlik və ziyan ondan götürdük, biz ona yetişən ziyanı uzaqlaşdırmaq üçün çağırmış kimi çıxıb gedər. İsraf edənlər etdikləri əməllər beləcə zinətləndirilmişdir. Allah bu Quran-ı Kərimdə bu ayəni ona görə nazil etdi ki, ayənin mənası budur ki, Lorel dedilsə, insanlar Allah'a işi düşəndə, insanlar Allah qapısına gedirlər, Allah'a yalvarırlar, Allah'a dua edirlər. Elə ki, onların çətinlikləri, müşkilləri həll olundu Allah tərəfindən, yəni namazı tərk eləyərlər, dua eləməyi tərk eləyərlər. Sanki Allah'a bir işi düşəndə yalnız Allah'a yaxınlaşırlar. Allah'tan İşi düzəldəndən sonra, Allah işlərini həll eləyəndən sonra Allah'tan uzaqlaşırlar. Bu cür insanlar var həyatda, həqiqətən də. Görürsən ki, bir çətinliyi olur, bir sıxıntısı olur, gedir məscidə, nə ehsan verir, kim nəsə köməkli eləyir ki, təki bu müşkülü həll olunsun. Da bilmir ki, o müşkülü, o çətinliyi, sıxıntı verən insanlar Allah'dır. Allah Quran-ı Kərimdə başqa bir ayədə, belə bir ayədə buyurur ki, biz insanları xeyirlə, şərlə sınağa çəkərik. Bəli, Allah bəzən o sıxıntı o insanlara verir ki, insan ayılsın, Allah'a tərəf gəlsin, Allah'a tərəf davam eləsin, Allah'ın zikrini, Allah'ın Quran oxumağın, ibadətin. Amma əfsus olsun ki, insan hələ də qəflətdədir. İnsan haçın ayılır, insan elə ki, qəbrə qoyurlar, İnsan elə ki, qəbrə qoyurlar, yaxınları, qohumları, əlsiz bildiyi insanlar onu tərk edir. Həmin insanlar deyirlər ki, Allah Möminun surəsində İlahi, irci'uni, bizi geri qaytar. Biz xeyir əməl görək, yaxşı işlər görək, amma Allah deyəcək ki, xeyr, sizə verilən müddət, sizə verilən vaxt tamamlandı. Niyə insan geri dünyaya qayıtmaq istəyir? Elə İnsan düşünür ki, mən geri qayıtsam yaxşı iş görəcəm. Xeyr, insan dünyaya qayıtsa, yeni pis işlərini görəcək, yeni pis işlərlə məşğul olacaq, yeni pis əməllər eləyəcək, yeni də tüğyan eləyəcək. Ona görə ki, Allah insanı daha yaxşı tanıyır. Madəm ki, Allah Quran-ı Kərimdə buyurur ki, لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ أَحْسَنِ فِي تَقْوِيمٍ, biz sizi gözəl biçimdə yaratdıq.